Avtoyuma məntəqəsinə təhvil verilən avtomobilin işçi tərəfindən icazəsiz götürülməsi və qəza törədilməsi belə xidmət sahələrində sığorta məsələsini yenidən aktuallaşdırıb. Sığorta eksperti Vüsal Bədəlov deyir ki, belə xidmət obyektləri gələcəkdə yarana biləcək maddi risklərə qarşı üçüncü şəxslər qarşısında məsuliyyət sığortası əldə edə bilərlər. Əks halda sahibkarlar və avtomobil sahibləri ciddi zərərlə üzləşirlər. Belə xidmət mərkəzlərində xidmət sahibləri, sahibkarlar mütləq şəkildə üçün şəxslər qarşısında məsuliyyət sığortasını istədikləri sığorta şirkətindən əldə edə bilərlər. Bu sığorta məhsulu gələcəkdə baş verə biləcək hadisələrlə bağlı sığorta müqaviləsinin verdiyi təminatın yanında həmin sığorta haqqı demək olar ki, gözlə görülməyəcək qədər çox kiçik bir məbləğdir və ona görə də tövsiyə edirəm ki, mütləq şəkildə könüllü formada üçün şəxslər qarşısında məsuliyyət sığortasını əldə edə bilərlər. Bu sığorta sahibkarın fəaliyyəti zamanı üçüncü şəxslərə dəyə biləcəyi zərərlə bağlı riskləri azaltmaq üçün nəzərdə tutulur. Avtoyuma məntəqələrində isə risk yalnız avtomobilin idarə olunması ilə bağlı deyil. Yuyulma zamanı kimyəvi maddələrdən, xidmət prosesində ehtiyatsız davranışdan və ya digər səbəblərdən də müştərinin əmlakına zərər dəyə bilər. Ekspert bildirir ki, bu sığorta könüllü olsa da, xüsusilə gündəlik olaraq vətəndaşların avtomobilləri ilə işləyən obyektlər üçün vacib təminat mexanizmi sayılır. Dediyim kimi, bu sığorta müqaviləsi könüllü növ olduğu üçün bu iki tərəfli razılaşma əsasında bağlanılır və həmin müqavilənin gələcəkdə təminat verdiyi risklərə əsaslanır sığorta haqqı və hər kəsə də tövsiyə edirəm ki, belə könüllü növ sığorta müqavilələri əldə edəndə çalışsınlar ki, müqavilə şərtlərini detallı, dəqiq oxusunlar və sığorta şirkəti əməkdaşından və yaxud da sığorta agentindən həmin bəndlərin detallı izahını mütləq şəkildə istəsinlər. Mütəxəssislər bildirirlər ki, bu səbəbdən avtoyuma və ya oxşar xidmət sahələrində risklərin əvvəlcədən qiymətləndirilməsi vacibdir. Üçüncü şəxslər qarşısında məsuliyyət sığortası hadisənin qarşısını almasa da, mümkün zərər zamanı sahibkar üçün maliyyə müdafiəsi yarada bilər. İslam Əşrafov, Nərmin Məmmədhəsənli, Üzeyir Ağayev, Xəzər xəbər.